Salam, hər vaxtınız xeyir olsun. Ən ziyanlı qida məhsulları bunlardır. Birinci növbədə margarin və rafinə olunmuş duru yağlar. Bunların tərkibi əsasən doymamış yağlardan ibarətdir. Doymamış yağlar bədəndə mənfi xolesterinin miqdarını artırmaqla infarktda, damar tıxanıqlığına və s. ciddi xəstəliklərə yol açmış olur. Ucuz palma yağları, bunların da tərkibinin əsas hissəsini doymamış yağlar təşkil edir. Rafinə olunmuş duru yağlar, bunlar da hazırlanmasında kimyadan, isti sıxımdan istifadə olunduğuna görə bədənə ziyandır. Yəni, əsasən alternativ olaraq soyuq sıxımda olan duru yağlardan istifadə etmək lazımdır. Xüsusilə kətan yağı, şabalıd yağı, zeytun yağından bunları qızartmaq olmaz. Hazırladığınız tələbə salatlarının üzərinə bir xörək qaşığı əlavə edib qəbul edə bilərsiniz. İkincisi, mayonez və ketçuplar. Mayonez və ketçuplar bunların tərkibi doymamış yağlardan, gizli saxarozadan, çoxlu duzdan, konservatdan, dad gücləndiricilərindən ibarətdir. Bir qab ketçupun 1/5 hissəsini şəkər təşkil edir. Bunlara yumuşaq şəkil verməkdən ötürü nişasta əlavə edilir. Üçüncüsü, çipsi və kartof qızarması. 165 ildir ki, çipsi kəşf edilibdir. Lakin bəla orasındadır ki, əvvəllər çipsi təbii kartofdan hazırlanırdı. Hal-hazırda çipslərin tərkibi yalnız bədənə öldürücü təsir göstərən maddələrdən ibarətdir. Məsələn, bunlardan biri akrilamid adlanan maddədir ki, bu akrilamid adlanan maddə xərçəng xəstəliyinə, yoğun və düz bağırsağın, prostatın, süd vəzisinin xərçənginə yol açan bir maddədir. Dördüncüsü, şirin qazlı sular. Şirin qazlı suların 100 ml-də 10 qram şəkər var və yaxud da ki, bir stəkan belə qazlı, şirin suyun içkilərin tərkibində 2 xörək qaşığı minimum şəkər olur. Ki, bunlar da tərkibində son vaxtlarda dəb halını alan free forması var bunların. Burada şəkərin əvəzinə aspartam və kisilit deyilən zəhərli maddə bunlarda vardır ki, bunlar da orqanizmdə formaldehidin təsirindən zəhərə çevrilirlər. Növbəti ziyanlı qida məhsulu kalbasa və konservlər. Konservlər kanserogendir. Bunların tərkibinə vurulan kimya həmin konserv tərkibində olan məhsulu tərkibini dəyişdirir və onu ziyanlı bir məhsula çevirir. Konservlər hal-hazırda demək olar ki, 0 ət deməkdir və bunların 50 qram kalbası 18% xərçəng riski deməkdir. Şəkər, şirniyyatlar, bunlar ağ ölüm deməkdir. Şəkər bilirsiniz ki, ağ ölüm adlanır. Orqanizmə daxil olan kimi piyə çevrilir. Bütün deməli konfetlər, şirniyyatlar hamısının tərkibində kimya vardır. Ona görə də bunlar şirniyyat bədənə düşən kimi bədənin pH-ını qələvidən tuş mühitə doğru dəyişir. Tuş mühit isə bütün parazitlər, mikroblar, xərçəng xəstəliyi, xərçəng hüceyrələri üçün münbit bir şərait deməkdir. Ağ un məhsulları və ağ çörək. Mağazalardan aldığımız 100% un adı altında aldığımız burada deməli unun tərkibi qida liflərindən təcrid olunmuşdur. Taxılı üyüdü, onun qabığı məhv edilir ki, bu da onun ən əsas tərkib hissəsidir. Nişasta adlı bir maddə qalır ki, bu da glutendir. Ona görə də qəbul etdiyimiz belə çörək bədəndə, orqanizmdə xərçəng xəstəliyi, piylənmə, ürək xəstəliklərinə yol açmış olur. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.